günləri mən sizə uzunluq vahidlərinin çevirmələrini başa salacağım. İlk öncə uzunluq vahidlərini kiçikdən böyüyə doğru ardıcıl şəkildə sıralayaq. Ən kiçik milimetr, daha sonra santimetr, desimetr, metr və kilometr. 1 kilometr milimetr, 1 metr 10 desimetr, 1 desimetr 10 santimetr, 1 santimetr 10 milimetrə bərabərdir. Ən kiçik uzunluq vahidimiz milimetr, ən böyük uzunluq vahidimiz isə kilometrə bərabərdir. Şəhərlər arasındakı məsafəni ölçərkən biz kilometrdən istifadə edirik. Deməli, 1 santimetr 10 milimetr, 1 desimetr 10 santimetr, 1 metr 10 desimetr, 1 kilometr bərabər 1000 metr. İndi gəlin uzunluq vahidlərinə kiçikdən böyük keçdikdə neyləyirik, böyükdən kiçiyə keçdikdə neyləyirik, bunları öyrənək. Kiçikdən böyüyə keçdikdə bölürük. Gəlin indi uzunluq vahidləri yenə ardıcıl şəkildə sıralayaq. Ən kiçikdən milimetr, santimetr, desimetr, qısa yazaq, metr, kilometr. 1 kilometr 1000 metr, 1 metr 10 desimetr, 1 desimetr 10 santimetr, 1 santimetr 10 milimetrə bərabərdir. Deməli dedik ki, kiçikdən böyüyə keçdikdə bölürük. Bu bizim olsun qeydimiz. İndi gəlin 20 milimetrdən keçmək istəyirəm santimetrə. Mən onları başqa rəqəmlə göstərəcəm. Bir əlinizi qoyacaqsınız milimetrin üzərinə, bir əlinizi qoyacaqsınız santimetrin üzərinə. Milimetrlə santimetr arasında neçə sıfır var? 1 sıfır var. Milimetr böyükdür yoxsa santimetr? Təbii ki, santimetr. Deməli mən kiçikdən böyüyə keçirəm. Kiçikdən böyüyə keçdiyimə görə 20-ni verəcəm ona. 20-ni də ona böləndə eləyir 2. Deməli 20 milimetr bərabər oldu 2 santimetr. İndi başqasını eləyək. Götürək deməli 100 santimetr bərabər neçə metr? İndi bunu da başqa rəqəmlə göstərirəm. Siz bir əlinizi qoyacaqsınız santimetrin üzərinə, bir əlinizi qoyacaqsınız metrin üzərinə. Santimetr ilə metr arasında neçə sıfır var? 1, 2 sıfır var. Santimetr böyükdür metr. Deməli metr böyükdür. Mən burada nə edirəm? Santimetrdən metrə, yəni kiçikdən böyüyə keçirəm. Kiçikdən böyüyə keçdiyimə görə böləcəm. 100-ü böləcəm 100 ilə. Bərabər 1.